Salam aleykum. Deməli burada 3O2 əmələ gəlir 2O3. Tarallıq sabiti bərabərdir. Yuxarıda ozon kvadratı, aşağıda oksigen kubu. Tarallıq sabitinə son qatlıqlar yazılır. Ozon deməli gəlib dayanıb 0,4-də. Ozonun yerinə 0,4 yazıram. 0,4-ün kvadratını belə yazacağım. Ancaq oksigenin gəlib dayandığı rəqəm bilinmir. Ozon deməli 0,4 alınıb aşağı 2 mol yazıram. Oksigen isə solda duran maddədə sərf olunandır. 4x-dən x-ə gəlib 3x sərf olub. Burada 3 yazıram. 3-lər getdi ixtisar. X bərabərdir 0,2. Burada 0,2-nin kubunu yazıram. Bu da deməli 20-yə bərabər. İkinci sual nəzərdən keçirdək. İkinci sualda deməli metan CH4-dür və hibrid karbon burada sp3 vəziyyətindədir. 4. Rabitə əmələ gətirən qeyri-hibrid doymuşlarda hidrogenin sayıdır. Bu da 4, yəni A uyğun gəlir. Sonra gəlir etin. Burada deməli karbonlar sp vəziyyətindədir. 2, 2, 4 elədir. Rabitə elədən qeyri-hibrid doymamış KBDgenlərdə pi rabitənin sayını 2-yə vurub üzərinə hidrogen sayını gəlirik. Pi rabitə 2 dənədir. 2 dəfə 2-nin 4. Hidrogen də gələndə 6. Yəni bu uyğun gəlmir. Sonra gəlir burada propin. Bu sp3 vəziyyətində, bu sp vəziyyətində, bu sp vəziyyətində. Çünki sp2 yazırıq axı, sp3-ə 4 yazırıq. Bu elədir 8. Rabitədən qeyri-hibrid pi rabitənin sayını 2-yə vurub üzərinə hidrogen sayını gəlirik. Bu da 8, yəni bu da uyğundur. Sonra etan gəlir. Karbon H3, karbon H3 bu sp3 vəziyyətində, sp3 vəziyyətində 8. Bu doymamış deməli deyil. Ona görə də burada ancaq hidrogenlərin sayını götürəcəyik və uyğunluq yoxdur. Ona görə doğru cavab 1 ilə 3 olacaq. Etil amin karbon 2 H5 NH2-dir. Buradan yanma zamanı karbon qazı əmələ gəlir, azot qazı və su alınır. Karbon solda 2, bura 2 yazıram. Hidrogen solda deməli 7-dir, bura 3,5 yazıram. Azot bir dənədir, bura 0,5 yazıram. Deməli əvvəl qaz qarışığı 2,5 idi. Sonda isə qələvi buna apardığına görə 0,5 qalır. Və faizi tapmaq üçün faiz bərabərdir. Sürətdə böyük rəqəmdən kiçik rəqəmi çıxıb məxrəcdə əvvəlki rəqəmə bölüb 100-ə vururuq. Böyük rəqəm 2,5, kiçik rəqəm 0,5, yəni buradan gedir söhbət. Əvvəlki rəqəmdə 2,5, bu da deməli 80% edəcək. Bu məsələdə deməli çox diqqət tələb edən bir hissə var. 450 qram 25 dərəcədə yazıb ki, hidroliz etməyən X duzunun suda doymuş məhlulun qızdırılması zamanı şəkildə göstərildiyi kimi suyun müəyyən miqdarı buxarlanır. Yəni 450-440 olubsa 10 qram su buxarlanıb. Daha sonra yazıb ki, bu zaman duz çökməyib. Və daha sonra məhlul tədricən soyudulub 25 dərəcə. Yəni məhlul temperatur aşağı salında çökmə baş verir. 440-420 olubsa 20 qram duz çöküb. 20 qram duz çöküb. Və təbii ki, deməli, o bir söz var, cəhənnəmə gedən özünə yoldaş axtarır. Yəni 10 qram buxarlanıb, 20 qram çöküb. Yəni 10 qram suya 20 qram duzsa, həll olma əmsalı nə deməkdir? 1000 qramda nə qədər həll olan? M də buradan bərabər deməli 2000. Siz sual verə bilərsiniz ki, müəllim, bu həll olan deyil. Nəyə görə bunu yazırsan? Başa düşürəm həll olan deyil. Yəni mən deməyəm ki, burada bu həll olandır, ya da həll olan deyil. Deyirəm 10 qram suya 20 qram duz. 1000 qrama nə qədər? Yəni burada tapırıq ki, doğru cavab deməli 2000 edəcək. 5-ci sualda deməli bu normal duzdur. Normal duz nə olur olsun bir mərhələdə dissosiasiya edir. Onda əgər 4-ün deməli 1-i Y-isə 3-ü deməli nədir? X-dir. Və təbii ki, tutaq ki, bu metal NO3 3-dür. Və biz də bilirik ki, hidroliz o deməkdir ki, yəni burada mərhələlərin sayı zəifin valentinə görədir. Nitrat qüvvətlidir, zəif budur. Bunun da valenti 3-dür. Yəni 3 mərhələdə dissosiasiya, yəni N 3 olacaqdır. Yəni əgər 3 mərhələdə dissosiasiya eləyirsə N deməli burada 3 olacaqdır. 6-cı sualda heksin 1, 2, 3, 4, 5, 6, heksin 3, 2,
2, 5. Bu zaman deməli bu hissədir. R1 deməli izopropildir. R2 də dakimetr üçün üçlü butildir. Bu zaman bu alkandır. Səmərəli adlandırma zamanı ən çox xətt çıxan karbon dairelara metan olur. Trimetil izopropil metan. Doğru cavab 6-cı sualda C bəndi olacaq. 7-cidə hansı maddənin polimerləşməsi zamanı H3 və P orbitallarının örtülməsi hesabına rabitə yaranır? Xlorprin belə yazılır. Polimerləşmə zamanı 2 qat rabitə qırılır, yanlardan çıxır və 2 qat ortaya keçir. Bu karbon sp2-dir, bu da P-dir, sp2P üzrədir. Vinil xlorid polimerləşmə zamanı 2 qat rabitə qırılır, artıq bu karbonlar sp3 vəziyyətində olur və bu sp3P üzrə rabitədir, B bəndi. 8-ci sualda 3-cü dövr elementi 1s2, 2s2, 2p6, 3s2, 3px, yəni bunu bilmirəm. Və p elektronlarının sayı 6 üstəgəl x. Ümumi elektronların 2, 4, 10, 12, 12 üstəgəl x-in 60%-ni təşkil edir. 0,6x buradan bərabərdir 3. 1s2, 2s2, 2p6, 3s2, 3p3. Həyəcanlanma zamanı S-dən biri D-yə gəlir düşür. P elektronu burada deməli 9 dənədir. S elektronu 5 dənədir. Bu da 1,8 edəcək. 9-cu sualda bu ikisi də bəsit maddə olduğuna görə burada mütləq oksidləşmə reduksiya var və kalsium fosfid alınır. Kalsium fosfid suyla reaksiya daxil olanda kalsium hidroksid və fosfin alınır. Burada oksidləşmə reduksiya yoxdur. Fosfin oksigenlə reaksiya daxil olanda fikir verin, reaksiyada bəsit maddə var. Yəni heç hesablamağa dəyməz. Ona görə 100% oksidləşmə reduksiya reaksiyasıdır. Və buradan da PQ5 alınır. PQ5 də suyla orta fosfat əmələ gəlir. Orada da oksidləşmə reduksiya yoxdur. Doğru cavab burada A bəndi olacaq. 10-cu sualda H2S üstə gəlinsin SO2 əmələ gəlir S üstə gəl su. Kükürt burada -2-dir, burada müsbət 4, burada 0-dır. Bu demək əks öz-özünədir. Oksidləşmə reduksiya baxımından. Fərq burada 2-dir. Kükürt müsbət 4-dən gəlir. Kükürt 0-a fərq 4-dür. Yerini dəyişirəm. 2, 1. Solda kükürdə oksidləşmə dərəcəsi çox olduğuna görə solda -2-nin qabağına 2 yazacağım. Bunları silək. Bu zaman kükürt deməli 3-dən olur solda. Bura 3 yazıram. Eyni zamanda hidrogen solda 4 olur. Bura 2 yazıram. Və bizə burada deyir ki, alınan maddələrdən biri. Alınan maddələr bunlardır. Yəni kükürtlə sudur. Amma su florla əvəz etməyə daxil olur. Amma kükürt birləşməyə daxil olur. H flor 6. Bura 3 yazıram. 1,8 mol flor. Bura yazıram 3 nü. 1 nü buradan bərabərdir 0,6 mol kükürt gətirib burada yerinə yazıram. Burada 3 yazıram. Və görürsünüz ki, burada solda duran maddələr eyni nöqtədən azal, yəni eyni mol miqdardadırlar. Ta ki, bu da nü mol, bu da nü mol. 2, 1. İndi mən hansından işləyəcəm? Nünü bölürəm 2-yə 0,5 nü. Nünü bölürəm 1-ə nü. Ən kiçik olanla işləyəcəyik, çünki o tam sərf olunur. Deməli, bir yana yazırıq ki, H2S də nüydür, SO2 də nüydür. Bu zaman buradan biz tapırıq ki, bu 0,4 eləyir. Bundan bu getdi. 0,4. Demək, bu da 0,4 imiş. Bu da 0,4. Ancaq mən dedim ki, H2S tam sərf olunur. Onda görə bu nə qədər sərf olunur? Bu 0,2 sərf olunur. Əvvəl neçə idi? 0,4 idi. 0,2-sə gedəndə 0,2 qalacaq. 11-ci sualda propilen və divinil qaz halındadır. Bəli, hər ikisi qaz halındadır. Bu ortaya aiddir. Polimerləşmə məhsulunda bir rabitə var. Alkadinlər polimerləşəndə 2 qat rabitənin biri qırılır. Yəni burada ikisi də qırılır, biri ortaya keçir. Ona görə amma digər alkenlərdə polimerləşmə zamanı 2 qat rabitə qırılır və daha 2 qat olmur. Ona görə bir rabitə ancaq alkadinlərin polimerləşməsində olur.
Molekulunda 6 hidrogen var, hər ikisinə aiddir. Molekulunda metil qrupu var, CH3 deməli propilindədir. Ona görə 11-ci sualda doğru cavab B bəndi olacaq. 12-ci sualda H4 P2O7 2 üstə gəlinsin H2O. Düz burada metafosfat alınır. Ancaq indi bilmirik, tutaq ki hidrogen burada 4 dənədir. Burada ikisi var, ikisi qaldı. Burada əmsal 2 var. Ona görə mən buraya heç nə yazmayacağım. Sualda da hidrogen 4 dənə olur. Fosfor solda 2 dənədir. Burada 2 var, amma 1 yazıram. Oksigen solda 7 dənədir. Biri var, 6'sı qaldı. Burada 3 yazıram. İşte pekin 6. Bu metafosfatdır. Fosforun valenti burada da 5'dir. Burada da 5'dir. Oksidaşma dərəcəsi burada da müsbət 5'dir. Burada da müsbət 5'dir. Ancaq sigma rabitlərin sayı, yəni formula baxın, oksigen atomlarının sayı fərqlidir. Ona görə də doğru cavab burada dəyişməyən 1 ilə 2'dir. 13-cü sualda sikloalkan karbon N H2N polar kovalent 14 bərabərdir 2N, N bərabərdir 7. Maksimum metil deyirsə gərək biz bunu lap balaca sikloya gətirək. Siklopropana və 7 dənənin 3'ü artıq burada var, 4'ü qaldı. Və 4'ünü də biz metil kimi yazacaq bu şəkildə. Doğru cavab 4 olacaq. 14-cü sualda deməli halogenlərin oksigen turşularında qüvvəti yuxarıdan aşağıya doğru azalır. Ona görə də deməli burada A böyük olduğuna görə bu lap yuxarıdakıdır. H xlor O4 perxlora, sonra B H brom O4, bu da deməli H yod O4'dür. Və burada deməli halogenlərin atom radiusu da yuxarıdan aşağıya doğru neyinir? Artır. Ona görə də X, Y, Z istiqamətində artacaq. 14'də doğru cavab B bəndi olacaq. 15-ci sualda metan 1500 dərəcədə asetilin əmələ gəlir. 550-600 dərəcədə etilin əmələ gəlir. Və bunun üzərinə 1 mol xlor gələndə karbon 2, H2, xlor 2. Bunun üzərinə 1 mol xlor gələndə karbon 2, H4, xlor 2 olacaqdır. Və burada deyir ki 4 hidrogen atomu var. Doğru cavab deməli Y ilə T'də olacaqdır. Doğru cavab 15'də D bəndi. 16-cı sualda 14 N plus 18 bərabərdir 60, N bərabərdir 3. Karbon H3, karbon HOH, karbon H3 niyə belə yazıram? Çünki burada karbon 0 oksidaşma dərəcəsidir. CHOH-ı götürürük. X yazıram müsbət 1, mənfi 2, müsbət 1. X üstə gəl 1, çıx 2 plus 1 bərabər 0. X buradan 0'a bərabərdir və bu deməli ikili spirtdir. Propanol 2'dir. Və ikili spirtlər keton verir. Yəni 3 dənə karbondan da aseton alınır. Bunun 8 dənə hidrogen atomu var. Üçlü karbonu yoxdur. Doğru cavab 16'da B bəndi olacaq. 17-ci sualda kalium yod üstə gəlinsin, ozon üstə gəlinsin, su, kalium hidroksid, yod üstə gəl oksigen. Yod sağda 2'dir, bura 2 yazıram. Kalium 2 oldu, bura 2 yazıram. Hidrogen deməli solda və sağda eynidir. Eyni zamanda oksigen solda da 4 dənədir, sağda da 4 dənədir. Və burada gümüş üstə gəlinsin, ozon əmələ gəlir, gümüş 2O üstə gəl oksigen, bura 2 yazıram. Qalanları problem deyil. Molekul arası oksidaşma reaksiyasıdır. Bəli, yəni burada əsasən baxırıq ki, bu həqiqətən molekul arası oksidaşma reaksiyası. Ona görə də biz bunu ikisinə də aid eləyəcəyik. Yəni bura aid eləyəcəyik bu şəkildə. Sonra reaksiya məhsullarının əmsal cəmi 4'dür. Bəli, əmsal məhsullar burada 4'dür. Burada 4 deyil. Ona görə də biz bunu bura şamil eləyəcəyik. Bir bəsit bir mürəkkəb bu buradan alınır. Ona görə də biz bunu aid eləyəcəyik bura. Oksidaşma məhsulu bəsit maddədir. Təbii ki, burada mənfi 1-dən 0'a gəlir. Oksidaşma məhsulu burada bəsit maddədir. Ancaq burada oksidaşma məhsulu burada mürəkkəb maddədir. Ona görə də bu bura aiddir. Fikir verir sizə 1'ə 2, 4'dür. Sonra 2'yə 3'dür. 3'ə də 1'dir. Doğru cavab burada Y bəndi olacaq. 18-ci sualda sunan deməli alkinlər reaksiya daxil olurlar. Asetilin aldehid verir. Digərləri keton verir. Ketonlar misk hidroksiddən oksidləşmirlər. Deməli oksidləşən aldehid isə bu bir mənalı şəkildə asetilindir.
Ki bundan da əmələ gəlib sirkə aldehidi B maddəsi olaraq. O da oksiləşəndə bundan əmələ gəlib sirkə turşusu. 1, 2, 3, 4, 5, 6, 7 dənə siqması var, A bəndi olacaq. 19-cu sualda amonium karbonat parçalanır amoniyaka, karbon dioksidə və suya. Təbii ki, oksigenlə ancaq burada amoniyak gedəcək, ona görə Y amoniyakdır. Və X ilə Z indi ya C2-dür, ya da sudur, bilmirik. Və demək, bu oldu amoniyak. Amoniyak katalitik oksidaşəndə NO, bu da oksigenlə NO2. NO2-də natrium karbonatla natrium nitrit, natrium nitrat və CO2 verir. Deməli, X də burada CO2-dirsə, onda bu da Z-dir. Ona görə X CO2-dir, Y amoniyak, Z su, doğru cavab Y bəndi olacaq. 20-ci sualda sfalerit sink S, pirit feryum S2-dir. İndi bunlardan demək, bu X ilə Y-də sfaleritlə piritin tərkibinə daxil olan metalını bilmir. İndi X hansıdır, Y hansıdır. Deməli, sink kükürdlə reaksiya daxilində sink sulfid əmələ gəlir. Həmçinin dəmir kükürdlə reaksiya daxilində dəmir 2 sulfid əmələ gəlir. Bunlar M qramdır. Bu 56, bu da 65. Təbii ki, M bölü 56, M bölü 65 hansı böyükdür? M bölü 56 böyükdür. Ona görə N2, yəni ki, Y dəmirdir. Onda M1, yəni X da sinkdir. Yazır ki, burada X üstəgəl oksigen, X İçO4, xeyr, sink bunu bacarmır. Dəmir su ilə bunu verir, düzdür. Sink xlorla bunu verir, çünki dəmir xloriç verir. Və dəmirin sinkə gücü çatmaz. Ona görə doğru cavab 2 ilə 3 olacaq. Kalsium hidroksid H3PO4 ilə, deməli, kalsium, deməli, ümumiyyətlə biz bilirik ki, PO4, orta fosfatın 3 dənə qalığı var. Dihidro orta fosfat qalığı, eyni zamanda hidro orta fosfat qalığı və orta fosfat qalığı. Kalsium bundan birləşəndə belə bir formul burada bu şəkildə, burada isə deməli bu şəkildə olacaq. Və kalsium hidroksid H3PO4 ilə reaksiya daxil olanda birinci kalsium HPO4 üstəgəl suyun alınmasını nəzərdən keçirək. Deməli, burada 2 yazanda düzələcəkdir. Çünki hidrogen solda deməli 5 dənədir. Və buradan diqqətlə baxırıq ki, duzun molu 1-dir, bunun molu deməli 2-dir. Burada suyun molu duzun molundan 1,5 bölü 0,25. Yəni 1,5, 0,25 bölü 6 dəfə çox olmalıdır. Burada isə 2 dəfə çoxdur. Bu deyil. Ondan sonra kalsium hidroksid üstə gəlinsin H3PO4 əmələ gəlir kalsium dihidro orta fosfat üstə gəlinsin su. Burada deməli biz 2 yazırıq. Hidrogen sol tərəfdə 8 oldu. Burada 2 yazıram. Yenə 2 dəfə çoxdur. Ancaq burada kalsium 3 kalsium hidroksid üstə gəlinsin H3PO4 kalsium 3 PO4 2 üstə gəl su. Bura 3 yazıram. Bura 2 yazıram. 3 dəfə 6, 12. Bura 6 yazıram. Həqiqətən su duzdan 6 dəfə çoxdur. Bizə lazım olan duz kalsium orta fosfatdır. Burada da 13 atom var. Ona görə doğru cavab deməli 21-ci də C bəndi olacaq. 22-ci sualda alüminium karbid üstə gəlinsin su, əmələ gəlir alüminium hidroksid üstə gəlinsin CH4, bura 4 yazaram, bura 3 yazaram, bura 12 yazaram. Kalsium karbid əmələ gəlir kalsium hidroksid karbon 2H2, bura 2 yazaram. Suyun molu eynidir, N mol, M mol, bura yazaram 12, bura yazaram 2, bura yazaram A3, A buradan bərabərdir 3N bölü 12, M bölü 4, B yazaram, 1 yazaram, B də bərabərdir M bölü 2. Bunların bərabər olması üçün gərək biz bunu 2-yə vuraq ki, bunlar ixtisar geçsin, M bölü 2 eləsin, yəni A-nı 2-yə vurmaq lazımdır. 2A bərabərdir B, 22-də doğru cavab B bəndi olacaq. 23-də nitrat turşusunu parçalayırıq. NO2, oksigen üstə gəlinsin su, əmsallaşdırma aydındır. Görürsünüz ki, bu
184'dür. Bu 32, bu 36'dır. Ona göre bu NO2'dir. Bu sudur. Bu da deməli oksigendir. Bu M plus 37. Bu isə deməli M'dir. Tənasüblə tapırıq ki, M bərabərdir 9 eləyəcək. 24'də etin, üstəgəl oksigen, əmələ gəlir karbon dioksid, su. 2 yazıram, 2 yazıram. Daha doğrusu buraya heç nə yazmam. Buraya 5 yazıram. İstik effekti 2'dür. Biz bunu tam əmsallaşdırmamışıq. Deməli burada bura 2 yazanda oksigen sağ tərəfdə 5 olur. Bura 2,5 yazıram. Vergül rəqəmında hamısını 2'yə vururam. İstilik effekti 2'dür. Yanma istilik 2/2'dir. Yəni uyğun gəlmir bu. Yəni ikisi də eyni olmalıdır. Metan. Üstəgəl oksigen. Əmələ gəlir karbon dioksid və su. Bura 2 yazıram. Burada 2 yazıram. İstilik effekti 2'dür. Yanağın əmsalı yoxdur. O da uyğun gəlir. Sonra kükürdə baxırıq. İstilik effekti 2'dür. Yanağın əmsalı yoxdur. Bu da uyğundur. Sonra C2H4'ə baxırıq. Bura 2 yazıram, bura 2 yazıram, bura 3 yazıram. İstilik effekti 2'dür. Yanağın əmsalı yoxdur. Bu da uyğun gəlir. Fosfora baxırıq. Burada istilik effekti 2'dür. Yanma istilik 2/4 də uyğun gəlmir. 25-ci sualda x OH-da x'in kütlə payı. X yuxarı yazıram, 100'ə vururam. Aşağıda x plus 48. Bu birisində də kütlə payı eynidir. 2x yazıram, 100'ə vururam. Aşağıda 2x plus 3y. Yüzlər getdi. X'lər getdi. 2 vurulur bura. 2x plus 96. 2x plus 3y. 2x da getdi. Y də buradan bərabərdir. 96/3. 32 eləyəcək. 26-cı sualda magnezium karbonat parçalanır. Özü burada tam yazıb. Yəni sonda magnezium karbonat qalmayacaq. 21M burada azalma qaza aiddir. Bu deməli neçədir? 24/84, bu da 44. 21 vurulsun 44 bölünsün 84, 11 deməli bura yazaq da 11M azalma olur. 11M azalma olur. Qabaq neçə idi? 22M idi. 11M azalma olur. 11M azalma olub. Yəni bu 2 dəfə azalma deməkdir. Və yaxud da bunu belə də eləmək olar. Parçalanma zamanı bu bərk kütlə alınır. Buradan 21 vur 40 bölünsün 84. 10M. 10M alınır. Daha magnezium karbonat yoxdur. Əvvəldən də bu M qalıb. Yəni 11M. Əvvəl 22M idi. Sonunda 11M olub. 2 dəfə azalma olub. 27-ci sualda burada deməli əmələ gəlir yağ turşusu. Buradan əmələ gəlir deməli C2H5OH əmələ gəlir. Bir də CO2 əmələ gəlir. Həmçinin buradan da əmələ gəlir CH3, CHOH, COH. Burada tam parçalanmanı yazmadıq. Burada CO2 və hidrogen əmələ gəlir. Deməli, burada da yenə baxın diqqətlə 2Y, 2Y. Yəni Y burada CO2'dir. Çünki Y həm burada var, həm burada var. Y CO2'dir. Burada da Y haqqında heç bir məlumat yoxdur. Onda X budur. Deməli Z budur. T də budur. Burada da 2 molekulunda 2 oksigen atomu var. 2 oksigen atomu yağ turşusundadır. Ona görə biz A bəndini yazırıq bura. Sonra yazır ki, sadə efirlərlə sinif arası izomerdir. Bu spirtlərə aiddir. B bəndi Z-ə aiddir. Molekulun 2 funksional qrup var. Süd turşusunda 2 dənə funksional qrup var. OH və COH. Normal şəraitdə qazlı qaz burada CO2'dir. Burada qaz haqqında məlumat yoxdur. Ancaq XZT yazıb. Xətti quruluş da CO2'yə aiddir. Burada yenə deyirəm Y haqqında məlumat yoxdur. Ona görə 1A, 2B, 3C'dir. Deməli burada
propin alınıbsa, bu dihalogenli törəmədir. 1,2 dixlor propan. Təbii ki, bunun üzərine gerek 2 mol kalium OH gələsən, buradan da propin alınır. 8 qram, 40 qram, m qram, 112 qram. 8'i vururam 112'ye bölürəm 40'a, 22,4 edəcək. 29-cu sual. Azot üstəgəl 3H2 əmələ gəlir 2 NH3 artan xəsarda duran maddəyə aiddir. Aşağı yazıram 34. Və indi bizə lazım olan nədir? Biz 3,4'ün köməyi ilə tapaq azotun sərfini, yəni kütlə olaraq. X buradan bərabər 2,8 qram azot sərf olur. Sonra hidrogenin sərfini tapıram. 0,6 qram da hidrogen sərf olur. Təbii ki, birdən 2,8 sərf oluna bilməz. Çünki 2,8 sərf böyük sərfdir. Ancaq bu xətti görürsünüz birdən azalanı. Yəni bir olan heç vaxt 2,8 qram azala bilməz. Ona görə bir məna şəkildə bu birdən azalan hidrogenə aiddir. Əvvəl 1 idi. 0,6 azalıbdır. M buradan bərabərdir 0,4. Onda belə çıxır ki 2,8 azalan azota aiddir. 2,8 azalıb gəlib 2,8 qalıb. 2,8 azalıb gəlib 2,8 qalıb. Deməli əvvəl 5,6 imiş. Və M də burada nəyə bərabərdir? 5,6-ya. Tarallı sabiti bərabərdir amoniakın kvadratı bölünsün azot və hidrogenin kubu. Tarallı sabitinə tarallıq rəqəmləri yazılır və təbii ki, kütlə yazmaq olmaz, qatlıq yazmaq lazımdır. Deməli, qatlıq C bərabərdir nü bölünsün V-dir. V1 olduğuna görə V-ni nəzərə almırıq, C bərabərdir nüdür. Nü də nəyə bərabərdir? Kütlənin maliyə kütləyə nisbəti. Deməli, tarallı sabitinə də son rəqəmlər yazılır. 3,4 amoniakındır və biz onu deməli 17'ye böləndə təbii ki, çünki amoniakın maliyə kütləsi 17'dir. Bu 0,2 eləyir. Burada biz bunun yerinə 0,2 yazırıq. 0,2'nin kvadratı olacaq. Və yenə deyirəm, tarallı sabitin son rəqəmlər yazılır və azotun son rəqəmi 2,8'dir. 2,8 maliyə kütləsi də 28'dir. Bu da 0,1'dir. Burada 0,1 yazacağım. Hidrogenin son rəqəmi N idi. N 0,4 idi. Bunda özünün maliyə kütləsinə 2'ye böləndə bu da 0,2 burada kub eləyir. Və buradan biz tapırıq ki, tarallı sabit 50'ye bərabər olacaqdır. 30-cu sual. Kalium permanganat üstə gəlinsin xlorid turşusu. Kali xlor üstə gəl mangan xlor 2 üstə gəl xlor 2 üstə gəl su mangan müsbət 7'dən gəlir mangan müsbət 2'ye 5 elektron. Xlor mənfi 1'dən 2 dənə xlor 0'a. Fərq 1'dir. Solda xlorat bir oxtlaşma dərəcəsi, sağda 2 dənədir. Mənfi 1 və 0 sağda çoxdur. Sağdakına vuracağım. Yerini dəyişirəm. 2'ni yazıram manganın qabağına. 5'i yazıram sağda dəyişən xlorun qabağına. Bura 2 yazıram. Bura 2 yazıram. Bu da eləyəcək 16. Tapdıq ki, demə bunun əmsalı 16 olacaq. İndi üstəli silək. 2,5 mol kalium permanganatdır. 400 vurulsun. 36,5 bölü 100. 4 vur 36,5. Bu da 146 qram eləyir. 146 qram özü deməli aşağıda yazıram 16 vurulsun. 36,5. Bu da 2 mol. Təbii ki, neçə litr qaz alınacaqdır. 146 bölünsün 16 bölünsün 36,5. Bu 0,25 eləyir. 2,5 2'ye vuranda 1,25 eləyir. Yəni buradan biz deməli hansı kiçik olsa onunla işləyəcəyik. Yəni bununla işləyirik. Bu tam sərf olunur.
V yazıram. 5 vurulsun 22,4. 146 vurulsun 112 bölünsün 16 bölü 36,5. Bu 28 eləyir. Yəni ikincinin cavabı 28'dir. Və bu tam sərf olduğuna görə kalium permanganat artıq qalacaq. Bu zaman yazırıq 2 kalium permanganat və 16 H olur. Bunu yadımıza saxlayırıq. Qabaq 2,5 idi. 146 16 vurulsun 36,5. Buraya yazıram 2 mol. Tənasiblə tapıram ki 0,5 mol sərf olub. Qabaq 2,5 idi. Deməli 2 mol artıq qaldı.